Berlində dünyanın ən nüfuzlu kənd təsərrüfatı və qida sərgilərindən olan Yaşıl həftəyə bu dəfə 50-dən çox ölkədən 1600 şirkət qatılıb. Yanvarın 25-nə də davam edəcək sərgidə iqlim, dayanıqlı inkişaf kimi qlobal mövzularda müzakirə edilir. Ziyarətçilər yalnız məhsullarla deyil, həm də gözəlliklərlə qarşılaşırlar. Burada minlərlə çiçək növü, dekorativ kompozisiyalar, müxtəlif bitkilər var. Təşkilatçılar Messe Berlinin damı altında həqiqi bir bağ salıblar. Sərgidə qurulan mətbəxlərdə təamlar hazırlanır. Ədviyyat və yeməklərin qoxusu pavilyonları canlı gastronomiya laboratoriyasına çevirir. Müxtəlif qitələrdən gətirilmiş meyvə və tərəvəzlər həm rəngarəngliyi, həm də dadı ilə təəccübləndirir. Parlaq alma, egzotik meyvələr, ekoloji məhsullar sərginin hər güşəsini saatlarla kəşf etmək olar. Xüsusi diqqət çəkən ekspozisiyalardan biri isə kartof dolu qayıqdır. Burada adi məhsul sənət əsərinə çevrilib. Yaşıl həftədə xalqların mədəniyyəti də nümayiş olunur. Fərqli ölkələrin milli geyimləri parlaq rəngarənglik yaradır. Ölkələrin atmosferini geyim və detallar vasitəsilə iştirakçılara hiss etdirir. Ja, wir sind hier zum Essen, Trinken. Wir wollen ganz verschiedene... Çox maraqlıdır. O qədər yeni şey var. Yemək içmək öz yerində. Wir kommen jedes Jahr hierher mit Freunden. Dünyanın bütün məhsullarını dadmaq imkanına görə xoşuma gəlir bura. Kosten und probieren und ja, uns macht es immer total viel Spaß. Und wir haben Spaß, hier mit Freunden alles durchzuprobieren, die verschiedenen Länder. Burada müxtəlif mədəniyyətləri görmək möhtəşəmdir. Ich bin zum ersten Mal auf dieser grünen Woche. Ich möchte mich einfach mal umschauen. Burada dünyanın yarısının qida mədəniyyəti ilə tanış olmaq olur. Ländern der Welt gibt und auch Heute grüne Woche, die Welt kennenlernen zu Hause. İlk dəfə Yaşıl həftədə iştirak edirəm. Miqyas və təşkilatçılıq xoş təəssüratlar yaradır. Und wollen Sərgi yalnız məhsullardan ibarət deyil. Sərgidə konsertlər, canlı ifalar və xüsusi şoular bayram əhval-ruhiyyəsi yaradır, insanları və mədəniyyətləri birləşdirir. Yaşıl həftə fəaliyyətini başa vurmaq üzrədir. 100 illik yubileyini qeyd edən sərgi ənənəvi olaraq yenə insanları və mədəniyyətləri birləşdirdi. 10 gün davam edən zəngin proqram göstərdi ki, illər ötsə də Grüne Woche, yəni Yaşıl həftə, hələ də ölkələr və insanlar üçün unikal görüş meydanıdır. Yaşıl həftə təkcə dad və məhsul sərgisi deyil. Burada kənd təsərrüfatının gələcəyi, bundan başqa ekoloji istehsal və ərzaq təhlükəsizliyi müzakirə olunur. Müxtəlif ölkələr öz ənənəvi məhsulları ilə yanaşı, müasir və dayanıqlı həllərini də təqdim edirlər. Berlin bugün dünyanı qida və kənd təsərrüfatı mövzusunda bir araya gətirib. Günay Məmmədova, Azərbaycan televiziyasının Almaniya bürosu, Berlin.